Hər nə qədər kredit götürməyi tövsiyə eləməsəm belə, bununla bağlı müraciətlər çox gəlir deyə dedim Azərbaycanda may ayı üçün ən aşağı faizlə kredit verən bankların siyahısını paylaşım. Videonu diqqətli izləyin və analizlərinizi özünüz də apararsınız. Azərbaycanda may ayı üçün ən aşağı faizlərlə kredit verən bankların siyahısı bu şəkildədir. İlk 5 sıranı paylaşıram. Birinci yerdə Yellow Bankdır, ən aşağı faizlə kredit verir. Daha sonra Unibank, daha sonra Axis Bank və Rabitə Bank və 5-ci yerdə Premium Bankdır. Bu banklar digər banklarla müqayisədə faizləri, kredit faizləri daha aşağıdır. Təbii ki, burada komissiyadan asılıdır, illik müddətdən asılıdır, əmək haqqınızdan asılıdır. Buna görə də tam dəqiq hesablama üçün mütləq şəxslərin özləri banka yaxınlaşaraq faizləri hesablatdıra bilərlər. Daha sonra da qərar verə bilərsiniz ki, hansı bankın faizi sizin üçün daha uyğundur. Amma hal-hazırki şərtlərə görə standart olaraq bu 5 bank daha aşağı faizlərlə kredit verir. Onu da qeyd edim ki, çox vacib xərcləriniz yoxdursa, kreditsiz yola verə bilərsinizsə, kredit götürməyi ümumiyyətlə tövsiyə eləmirəm. Çünki o kredit sizə elə bir borc öhdəliyi yaradır ki, ondan qısa müddətdə əl çəkmək olmur və asılılıq yaradır. Amma yenə də çox vacib bir xərcləriniz varsa, götürmək məcburiyyətindəsinizsə və bank axtarırsınızsa, bu siyahıdakı bankları bir-bir yoxlaya bilərsiniz ki, hansı sizin üçün daha uyğun olacaq. Video faydalı olsa, kreditlərlə maraqlanan dostlarınıza da göndərin ki, onlar da faydalansınlar.